Salam aleykum. Ey iman edənlər! Oruç sizdən öncəkilərə fərz qılındığı kimi sizə də fərz qılındı. Bəlkə təqvaya çatasınız deyə. Əl-Bəqərə surəsi 183-cü ayənin açıqlamasına nəzər edək. Qurana görə orucun hikməti, Allah bu ayədə orucun kimə, nə üçün və necə bir hikmətlə fərz edildiyini açıq şəkildə bildirir. Ayə, ey iman edənlər xitabı ilə başlayır. Bu göstərir ki, oruc məcburiyyət üzündən deyil, imanın bir nəticəsi olaraq fərz edilmiş bir ibadətdir. Yəni oruc insanı sıxmaq üçün deyil, iman edən qəlbi yüksəltmək və tərbiyə etmək üçündür. Allah daha sonra buyurur ki, oruc yalnız bu ümmətə məxsus deyil, sizdən əvvəlki ümmətlərə də fərz edilmişdir. Bu isə orucun insan fitrətinə uyğun ümumbəşəri bir ibadət olduğunu göstərir. Çünki insan hər dövrdə nəfsini tərbiyə etməyə, özünü cilovlamağa ehtiyac duyur. Ayənin ən mühüm hissəsi isə budur. Bəlkə təqvaya çatasınız deyə. Allah orucun məqsədini gizlətmir. Oruc aclıq üçün deyil, əziyyət üçün deyil, sadəcə adət üçün deyil, oruc təqva üçündür. Təqva insanın Allahı unutmayaraq yaşamasıdır. Təqva gizlidə də, aşkarda da günahdan çəkinməkdir. Təqva qəlbin Allah qarşısında daim ayıq olmasıdır. Oruc insanı tək olanda da Allaha itaət etməyə öyrədir. Heç kəs görmədiyi halda yeməkdən, içməkdən çəkinən insan əslində Allah şüurunu gücləndirir. Məhz buna görə oruc insanı daxilən dəyişdirən bir ibadətdir. Qurana görə Allah yanında dəyər ölçüsü çoxlu ibadət deyil, təqvadır. Və oruc bu təqvaya aparan ən güclü yollardan biridir. Ramazan bizə acılıq yox, şüur öyrədir. Oruc mədəni deyil, qəlbi tərbiyə edir. Allah bizləri orucun zahirində qalanlardan deyil, hikmətinə çatanlardan eyləsin.